Salam dəyərli izləyicilər, mən Xədicə, siz Akademistlər podkast izləyirsiniz. Biz bu bölümdə yenə çox maraqlı mövzulara toxunacağıq və mən düşünürəm ki, bunun üçün tam doğru qonağı dəvət etmişik. Elnur bəy, xoş gəlmisiniz. Çox sağ olun dəvətə görə. Hər kəsə salam. Biz Elnur bəylə daha öncə bir onlayn bölüm çəkmişik, hətta yayımlamışıq. Əgər izləməmisinizsə mütləq keçid edib izləməlisiniz. Orada da çox maraqlı müzakirələr etmişdik. Mən Elnur bəyin gənc yaşda olan təcrübələrinə və biliklərinə dərinə inandığım üçün, eyni zamanda enerjisini çox bəyəndiyim üçün biz dedik ki, niyə də ikinci dəfə biz canlı şəkildə görüşüb daha maraqlı mövzulardan danışmayaq. Elnur bəy, mən sizdən bizim yeni izləyicilərimiz üçün özünüzü çox qısa tanıtmağınızı istəyəcəm. Mən Akademistlərdə 5 ildir artıq fəaliyyət göstərirəm. Əsas dərs istiqamətlərim IELTS, GRE və GMAT üzrədir. GRE və GMAT bölmələrində, verbal bölmələrində əsasən. Qısaca təhsilimlə bağlı danışsaq, mən humanitar sahədə təhsil almışam. Ona görə dil sahəsi mənə olduqca yaxındır, həm də əzizdir əslində. Əsas təhsil istiqamətim siyasi elmlər üzrə olub. Bakalavr səviyyəsini Xəzər Universitetində, magistr təhsilini isə Litvada Vilnius Universitetində almışam. Orada da həmçinin siyasi elmlər üzrə, amma istənilən halda linqvistika və dil sahəsi mənə yaxın və əziz sahələr olub. Əla. Litva demişkən, mən istəyirəm elə mövzumuza Litva ilə əlaqəli suallardan başlayaq. Çünki hazırda xaricdə təhsil almaq istəyən tələbələrin bir qismi aktiv şəkildə Litvaya yönəlir. Ümumilikdə Litvada təhsil almaq üçün əsas tələblər nələrdir? Ümumi olaraq Şərqi Avropa ölkələrinin, digər Şərqi Avropa ölkələrində olduğu kimi Litvada da ümumi tələblər çox fərqli deyil. Ümumi olan tələblər arasında əvvəlki təhsillə bağlı olan rəsmi sənədlər, dil sertifikatı, motivasiya məktubu və tövsiyə məktubları ümumi olaraq. Müəyyən xüsusi tələblər ola bilər, amma bu ixtisasdan və sahəyə görə dəyişə bilər. Mən bayaq dedim, aktiv şəkildə bir qismi yönəlir, amma bir qism insanlar da var ki, çəkinirlər Litvada təhsil almağa getmək üçün, çünki çox tələb olunan bir yer deyil. Son dövrlərdə bizdə aktual olan mövzulardan biri də xaricdə təhsil alıb gələn tələbələrin diplomlarının tanınmaması ilə əlaqəli bir mövzu idi. Ona görə bəzi tələbələr qorxurlar ki, gedərəm, təhsil alaram və sonra diplomum tanınmaz. Ümumilikdə Litva beynəlxalq tələbələrə, əsas da Azərbaycan tələbələrinə nə dərəcədə əlverişlidir? Əslində narahatlıqları başa düşüləndir, çünki mənim də müəyyən qədər belə bir məlumat almamışdan qabaq narahatlıqlarım olub. Amma onlar araşdırsalar görəcəklər ki, artıq Litva 20 ildə Avropa Birliyinə üzv bir ölkədir və təhsillə bağlı olan Azərbaycanın da imzaladığı və üzv olduğu təhsillə bağlı, sənədlərlə bağlı konvensiyalar həm də özüdür. Ona görə əslində Litvadan alınan bütün rəsmi diplomlar Azərbaycanda da tanınır və digər Avropa ölkələri və bütün dünyada tanınır. Sadəcə qısa bir proses olaraq apostil prosesini keçmək lazımdır. Bunu Azərbaycanda Xarici İşlər Nazirliyi eləyir. Bütün xaricə gedən tələbələr bu prosesdən keçib onlar tanışdılar. Litvada isə bunu notarial ofislərdə eləyirdilər. Çox qısa və üzənişaz olan bir proses idi. Siz oradan apostil alandan sonra, tənədi təsdiq edəndən sonra Azərbaycanda rəsmi onlayn qaydada təhsildə keyfiyyətin təminatı agentliyi bildiyimə görə bu prosesi həyata keçirdir. Onlar diplomu təsdiq edə bilərlər və ondan sonra artıq heç bir problem yoxdur. Aha. Bəs Litvada akademik sistemin fərqlilikləri nələrdədir? Mən şəxsi təcrübəmlə müqayisə etsəm, əslində Xəzər Universitetindən sonra çox ciddi bir dəhşətli dəyişiklik görməmişdim. Çünki Xəzər Universiteti artıq Qərbin müəyyən qədər sistemini burada tətbiq etməyə başlamışdı artıq çoxdan. Amma bildiyim təcrübələrimdən və eşitdiyim dostlardan və yaxınlardan dövlət universitetlərinə müqayisə eləsəm, fərqliliklər var. İlk olaraq universitetlər magistr səviyyəsində xüsusilə, həm də bakalavrda əslində daha araşdırma yönümlüdür. Əslində universitetlərin rolu da budur bütün dünyada. Qərb universitetləri də həmçinin. Yəni universitetlərin əsas məqsədi araşdırma aparmaqdır. Cəmiyyətin cavab axtardığı mövzulara cavab verməkdir suallara. Ümumi olaraq Vilnius Universitetində də vəziyyət belə idi və digər universitetlərdə də. Daha detallı şəkildə desək isə müəyyən fərqliliklər var idi əslində. Məsəl üçün, kollokvium ənənəvi bizim təhsil sistemində olduğu halda Qərb universitetlərində belə bir şey yoxdur. Sərbəst işləri bilirəm bizdəki universitetlərdə var, Qərb universitetlərində demək olar ki, bildiyimə görə heç birində yoxdur. Bunun yerinə tələbələrə daha müstəqil şəkildə çalışa biləcəkləri, öz mövzularını özləri seçə biləcəkləri bir şərait yaradılır. Əslində bu çox yaxşı bir şeydir, çünki bizə
orada təhsil aldığım müddətdə müəllimlər davamlı şəkildə bizimlə məsləhət alaraq, bizimlə məsləhət edərək istədiyiniz mövzunu seçə bilərsiniz. Təbii ki, ixtisasa uyğun şəkildə. Məsələn, mənə lingvistika sahəsi maraqlı olduğuna görə, bu sahənin siyasi elmlərlə olan münasibətini araşdırmaq maraqlı idi və yaxud da milli azlıqların ölkə daxilindəki münasibət, onlarla yaranan problemlər və sair olsun. Amma Azərbaycan universitetlərində bəzən mən bilirəm, hətta rastlaşmışam ki, bəzi müəllimlər siyahı verirlər. Hazır ki, bu mövzulardan birini seçin. Düşünürəm ki, azad seçimin olmağı daha yaxşıdır. Bundan əlavə olaraq da deyə bilərəm ki, universitetlərdəki imtahan sistemi nisbətən daha fərqlidir. Daha ingiliscə desək flexible idi. Bu fənnə görə tənzimlənirdi. Yəni mütləq şəkildə yazılı imtahan olmalıdır, test olmalıdır deyə bir qayda yox idi. Bəzi fənlərdən imtahan vermədən belə paper yazaraq nəticə aldığımız olub. Bu fəndən fənə dəyişirdi. Bildirdiniz ki, Litvada magistr üzrə təhsil almısınız. Yəqin ki, müəyyən qədər bakalavr üzrə təhsil alanlardan da məlumatınız var. Sizcə tələbələr daha çox magistr yoxsa bakalavr təhsili üçün ora üst tutsalar daha yaxşı olar? Əslində ümumən düşünürəm ki, hər ikisi üçün uyğun olar. Bakalavr dərəcəsində təhsil almağın ən müsbət cəhəti odur ki, artıq bu tələbənin backgroundunda digər ölkədə təhsil alması ilə bağlı böyük bir fərqlilik olacaq digər kandidatlardan, yaşıdlardan və s. Sadəcə bakalavr səviyyəsi nisbətən daha uzun çəkir. Yəni standart təhsil prosesi 4 il. Bəzi ölkələrdə 3 il ola bilər düzdür, amma Litvada bizim təhsil sistemi ilə uzlaşma tam eyni deyil deyə bəzi ixtisaslarda 3 bildiyimə görə bəzilərində 4 idi. Tibb sahəsində daha uzun təbii ki 6 il. Amma tanıdığım, yəni orada təhsil alan bakalavr səviyyəsində təhsil alan tələbələr vardı və xüsusi bir çətinlik çəkdiklərini düşünmürdüm. Nisbətən texniki və science sahələrində, yəni mühəndislik, təbiət elmləri olan sahələr nisbətən daha çətin ola bilər. Çünki təhsil dili ingiliscə olduğu vaxtı tələbələr texniki sahələrin terminologiyasına çox əgər bələd deyillərsə, yəni nəzərə alsaq ki, onların təxminən 17 yaşı var məktəbi bitirəndən sonra, nisbətən çətin ola bilər. Biraz da məsələnin individual tərəfi var. Çünki 17 yaşında bir fərdin başqa bir ölkədə tək ailəsindən uzaq olması nisbətən magistr tələbələrinə nisbətən daha çətin ola bilər. Amma bunu çox əla bacaran, çox yaxşı təhsilini və şəxsi öz öhdəliklərini yerinə gətirən, mən tanıdığım orada Azərbaycanlı və digər ölkələrdən olan bakalavr tələbələri var idi. Məncə kifayət qədər uyğundur. Magistr səviyyəsində isə nisbətən daha rahat olar deyə düşünürəm. Çünki təhsil müddəti daha azdır, il yarım və yaxud 2 il, ixtisasdan ixtisasa dəyişərək. Sadəcə magistr hissəsində tələbələrdən bayaq dediyim kimi daha müstəqil yanaşma tələb olunur. Yəni tezis yazmaq olsun, tapşırıqları yerinə yetirmək olsun. İstənilən düzdür, müəllimlər köməklik göstərirdilər, amma artıq müəyyən bir yaşa çatmış, bakalavr dərəcəsini bitirmiş, müəyyən bir sahəni ümumi olaraq öyrənmiş bir tələbədən daha müstəqil şəkildə davranmaq təbii ki, tələb olunur. Mütləq bir seçim eləmək lazımsa düşünürəm ki, magistr dərəcəsi nisbətən daha rahat olar. Həm mütləq cəhətdən, həm də artıq akademik universitet mühitinə öyrəşmiş bir insan üçün ikinci bir dərəcə olaraq olur. Bakalavr tələbələri də amma əgər ki, normal bir ingilis dili bazası varsa və öz sahələrini həqiqətən sevirlərsə, çətinlik çəkəcəklərini düşünmürəm. Bəs oradakı təqaüd imkanları necədir? Xarici tələbələr üçün əlçatan təqaüdlər nə dərəcədə genişdir? Kifayət qədər var. Mən özüm də Litva hökumətinin təklif elədiyi magistr tələbələri üçün olan full-time tələbələr üçün təklif elədiyi təqaüd proqramını qazanmışdım. Bura həm universitetin ödənişi, həm də aylıq təqaüd məvacib daxildir. Kifayət qədər yaxşı idi əslində, əhatəli idi təqaüd proqramı. Mən o vaxtı, yəni müraciət eləməmişdən öncə araşdırmışdım həmin ölkəni də və tələbələrə məsləhət görərdim ki, maksimum dərəcədə universitetlərin veb saytlarını yaxşı araşdırsınlar. Çünki bəzən fakültənin özünün təklif elədiyi təqaüd proqramları, bəzən dövlətin, bəzənsə universitetin ümumən tuition fee olaraq, waiver olaraq təklif elədiyi təqaüd proqramları ola bilər. Bu dəyişkəndir. Bəzən təhsil haqqı qarşılanır, amma aylıq məvacib olmur, təqaüd olmur. Amma bildiyimə görə Azərbaycandan hər il 5-7 nəfər onlar magistr tələbələrini seçirdilər və onlara aylıq 460 avro, 500 avro civarı olmalıdır. İnflyasiyaya görə tənzimlənir, təqaüd ödənir və təhsil haqqından azad olurlar. Sadəcə burada müəyyən prioritet sahələri var. Texniki elmlər bildiyimə görə hələ də daha prioritetdir. Digər ölkələrdə də əslində belədir, amma humanitar sahələrdən də məsələn mən bu təqaüdü qazana bilən
Yəni tələbələr tanıyıram özüm də daxil olmaqla. Yəni cəhd eləməyə dəyər, itiriləcək bir şey yoxdur. Məsləhət görərdim tələbələrə ki, mütləq təkcə Litva üçün deyil, digər ölkələr üçün də maksimum dərəcədə imkanlardan istifadə edib təqaüd proqramlarına müraciət etsinlər. Avropaya getmək və təhsil almaq üçün mübadilə proqramları var. Hansı ki, ən məşhurlardan biri də Erasmus proqramıdır. Erasmus və digər mübadilə proqramları ilə Litvada təhsil almaq mümkündür. Təbii ki, mənim tanıdığım tələbələr var idi. Çox təəssüf eləyirəm ki, mən heç vaxt Erasmusda iştirak eləməmişəm. Bilmirəm, belə bir şansım olmayıb, nədənsə alınmayıb. Amma mən hamıya məsləhət görərəm ki, 1 və yaxud mümkündürsə 2 semestrlik başqa bir ölkədə Litvada daxil olmaqla Erasmusda iştirak eləsinlər. Çünki burada təkcə təhsil exchange deyil də, həm də mədəniyyət, dil, dünya görüşü, səyahət və s. hər şey daxildir. Yəni o qısa müddətdə bir insanın yaşaya biləcəyi təcrübələr həddindən artıq çoxdur. Müsbət mənada və mənim tanıdığım tələbələr var idi. Azərbaycandan Dövlət Gömrük Akademiyasından, Azərbaycan Dövləti İqtisad Universitetindən var idi, Bakı Dövlət Universitetinin tələbələr olub. Həm Litvadan bura gələn çox maraqlıdır. Mən xəbərim yox idi, orada öyrənmişdim belə bir şey olduğunu. Həm də Azərbaycandan ora gedən bakalavr səviyyəsində tələbələr var idi. Bəziləri 1, bəziləri 2 semestrlik exchange, mübadilə proqramlarında onlar iştirak edirdilər və çox razı idilər əslində. Bildiyimə görə onlar da müəyyən bir təqaüd alırdılar. Düzü əmin deyiləm, bu biraz universitetlərin müqaviləsinə görə dəyişir və bəzən Erasmusda Avropa Birliyindən xaric olan digər ölkələrdən gələn tələbələrə təqaüd verilməyə bilər. Bunu araşdırmaq olar amma. Biz hazırlaşdıq, getdik. Bəs orada işləmək və yaşamaq fürsətləri necədir? Ümumiyyətlə hansı fürsətlər var ki, scholarship kifayət etməyən tələbələr bu fürsətlərdən yararlana bilirlər? Ümumi olaraq, yəni həqiqi mənzərəyə baxsaq, mən düşünürəm ki, Şərqi Avropa ölkələrində iş imkanları müəyyən sahələrdə biraz limitlidir. Xüsusilə humanitar və sosial elmlərdə təhsil alan tələbələr üçün şəxsi təcrübəmdən deyə bilərəm ki, iş imkanları Azərbaycanda olduğu kimi müəyyən qədər limitlidir. Amma digər sahələrdə təhsil alan tələbələr kifayət qədər yaxşı iş imkanları əldə edə bilərlər. Bank sektorunda, IT sektorunda, menecment və biznes menecmentlə bağlı sahələrdə işləyən təhsil alan tələbələr iş tapa bilərlər. Amma humanitar və sosial elmlərdə olan tələbələr üçün də demirəm ki, imkanlar tamamilə sıfır səviyyəsindədir. Mən tanıdığım bakalavr səviyyəsində oxuyan tələbələr var idi Azərbaycandan. Məsəl üçün onlar qida çatdırılması sahəsində işləyirdilər. Çox belə manual bir iş olsa da, mən düşünürəm ki, bir tələbə üçün olduqca yaxşıdır əslində. Çünki onların gündəlik xərclərini qarşılamaq, aylıq məvacibi tamamlamaq üçün olduqca normal bir gəlirləri var idi. Mən onlardan danışdığım müddət. Lakin ümumi danışsaq, mən düşünürəm ki, tək təqaüd proqramı ilə xüsusilə əgər onlar kirayə mənzil və s. planlayırlarsa, biraz çətin ola bilər. Ona görə iş imkanlarını əvvəlcədən düşünmək yaxşı olar. Yox, məzuniyyətdən sonrakı iş imkanları nəzərdə tutursunuzsa, əslində kifayət qədər mümkündür. Mən tanıdığım tələbələrin böyük qisməsində Azərbaycana hələ ki qayıtmayıblar. Bu yəni təbii ki, tələbənin şəxsi seçimindən asılıdır. Yəni həqiqətən özünə əmin olan və sahəsini müəyyən dərəcədə bilən, Litva dilini belə bilməyən insanlar normal iş tapıb öz həyat, yəni ehtiyaclarını qarşılaya bilərlər deyə düşünürəm. Mən istəyirəm biraz da imtahan prosesindən danışaq. Litva universitetləri ümumilikdə MBA və yaxud da magistr proqramları üçün GMAT, GRE və yaxud da IELTS tələbləri qoyurmu? Ümumi olaraq digər universitetlər kimi Litva universitetləri də təbii ki, rəsmi dil sertifikatı tələb eləyir. Çünki təhsil dili ingiliscə olduğu üçün müəyyən bir akademik background ehtiyac var ki, o tələbə dərsləri normal iştirak edə bilsin dərslərdə və yazı işlərini, imtahanlarda və s. təbii ki, normal olaraq IELTS, TOEFL tələbi var. Bakalavr tələbələri üçün isə ümumi tələb SAT-də normalda, amma SAT imtahandan normal keçmiş bir skoru olan tələbə bildiyimə görə artıq ondan IELTS balı tələb olunmur. Əslində bu yaxşıdır, çünki onsuz da normal bir SAT balı olan, təxminən 1250-1400 üzəri balı olan tələbələr kifayət qədər normal ingilis dili səviyyəsi var. Ona görə onlardan xüsusi bir tələb yoxdur artıq IELTS və TOEFL ilə bağlı. GRE və GMAT-ə gəldikdə isə
bakalavrda xeyr, çünki bu onlar üçün çətin olacaq. Amma magistr və doktorantura səviyyəsində təhsil almaq istəyən tələbələr üçün bu çox böyük bir üstünlük olar digər kandidatlardan. Çünki bir çox kandidatlar bu imtahanda çətinlik çəkir və burada təkcə dil bilikləri deyil də, həm də ümumi analitik biliklər yoxlanılır. İmtahanın biraz çətin, amma maraqlı tərəfi budur. Xüsusilə doktorantura səviyyəsində təhsil almaq istəyən və akademik karyera planlayan tələbələr, mən düşünürəm ki, onlar cəri və cəmiyyət imtahanı alsalar, həm çox yaxşı təqaüd imkanları qazanarlar, həm də universitetlərə çox rahat qəbul imkanları əldə edərlər. Bəs bu cəmiyyət cəri imtahanları arasındakı fərq nədir? Hansı imtahan hansı tələbələr üçün daha uyğundur? Ümumən imtahanlar əslində müəyyən qədər bir-birlərinə bənzəyirlər, amma tam olaraq eyni deyillər. Birinci məqam ixtisasla bağlıdır. Bu tələbənin əvvəlki bakalavr və yaxud əgər magistr təhsil olubsa, hansı sahədə təhsil almasından bağlıdır və tələbə hansı sahədə ixtisasına davam etmək istəyir və ya təhsilinə davam etmək istəyir. Bu çox mühüm faktordur. Normalda ümumi olaraq biz cəmiyyət imtahanını götürürük əgər tələbə biznes və iqtisadiyyatla bağlı sahələrdə oxuyubsa və ən vacib sahə olaraq da MBA sahəsi, yəni Business administrasiya sahəsində cəmiyyət imtahanında iştirak etmək tələbələrə çox böyük bir üstünlük qazandıracaq. Çünki cəmiyyət həm riyaziyyat, həm də dil biliklərini birləşdirərək kandidatın həm analitik, həm də verbal, yəni oxuma vərdişlərini çox yüksək səviyyədə ölçür. Cəridə isə ixtisas olaraq, sahə olaraq daha çox humanitar və sosial elmlərə meylli sahələrdir. Sadəcə bir məsələni deyim, bəzən fikir ayrılığı yaradır. Müəyyən sahələr var ki, məsələn logistika sahəsi, o sahədə bəzən cəmiyyət, bəzən cəri tələb olunur. Bu universitetin xüsusi tələbinə görə dəyişir. Bəzi universitetlər cəmiyyəti, bəziləri cərini üstün tuta bilər. Bəzi hallarda hətta ola bilər ki, ikisi də qəbul olunsun. O halda məsləhət görülür bu кейslərdə ki, tələbələr universitetə müraciət etməmişdən öncə admission səhifəsi, yəni universitetlərin tələbləri, requirementların olduğu hissəyə baxsınlar və əgər ehtiyac varsa bəlkə e-mail yazmaq olar universitetə ki, onlar üçün hansı daha prioritetdir. Amma çox hallarda universitetlər bunu öz səhifələrində qeyd edirlər, hansı skor aralığında bir tələb var və hansı imtahanın nəticəsi daha çox arzu olunandır. Amma imtahanın kontentinə gəldikdə isə aslında kifayət qədər fərqliliklər var. Hər ikisinin verbal hissəsində reading comprehension, yəni oxuduğunu anlama, dərk etmə qabiliyyəti ölçülür. Burada tələbələrə müəyyən bir tekst verilir və tekstə uyğun olaraq 3-4 şəklində sual var. Normalda 3-4 tekst passage şəklində verilir və hər passage'ində 3-4 sualı var. Yəni təxminən 12 suallıq bir reading comprehension hissəsi var. Sualların sayı tələbələrə az gələ bilər, amma burada say vacib deyil. Əsas sualların keyfiyyəti və tekstlərin nə qədər dərin olmasıdır. Çünki cəmiyyət burada sayı yox, daha çox üstünlük verir sualların dərinliyinə və olduqca əslində maraqlı və dərin suallar olur. Cəmiyyət hissəsində reading comprehension-dan əlavə olaraq critical reasoning hissəsi var. Bu critical sözü bəzən tələbələri çaşdırır. Critical hissəsi tənqid mənasında deyil, daha çox tələbənin analitik qabiliyyətini ölçür və oxuduğu tekstin niyə görə yazıldığını, niyə görə deyildiyini anlamaqla bağlıdır. Yəni biz normalda oxuma hissəsində tələbənin tekstin nə dediyini, necə dediyini ölçürük. Məsəl üçün bu TOEFL, IELTS-da və həmçinin SAT-də də müəyyən qədər belədir. Amma cari və cəmiyyət hissəsində isə tələbənin təkcə nə deyildiyini, necə deyildiyindən əlavə olaraq tekstin niyə görə yazıldığını və hansı argumentasiyadan istifadə olunduğu məsələsi çox mühümdür. Bu biraz tələbələr üçün problem yaradır. Xüsusilə bizdə Azərbaycanda. Düşünürəm ki, bunun səbəbi bu sahədə təcrübələrin daha limitli az olmasıdır. Cəmiyyətin yaxşı cəhəti odur ki, orada critical reasoning və reading comprehension var. İkisi ümumi olaraq tələbələrdən 23 suala cavab vermək istənilir. Təxminən 1 suala 2 dəqiqə vaxt var. GRE-də isə reading comprehension hissəsi yenə var və bundan əlavə olaraq vocabulary sualları var. Yəni tələbələrin söz bazasını ölçən. Burada gündəlik həyatda bildiyimiz ifadələr nəzərdə tutulmur və daha akademik, bəzən C1, C2 səviyyəyə kimi yüksək olan sözlər. Bu biraz tələbələr üçün problem yaradır və çətinlik törədir, düzü. Amma bizim dərslərdə biz bu mövzuya çox fokuslanırıq və homeworklərdə də, praktika vaxtı da maksimum dərəcədə vocabulary üzərində praktika edirik ki, tələbələr bu problemin öhdəsindən gəlsinlər. Və əsas fərqliliklərdən biri də budur ki, GRE imtahanında tələbələr istədikləri şəkildə
writing hissəsini yaza bilərlər. Burada yarım saatlıq, 30 dəqiqəlik bir arqumentativ esse yazmaq lazımdır. GMAT-də isə artıq 2023-cü ildən başlayaraq esse yazı nümunəsinə ehtiyac yoxdur. Sadəcə bir məsələni deyək ki, 2023-cü ildən başlayaraq müəyyən bir imtahanların strukturunda reform oldu. Əvvəllər imtahan daha uzun idi, həm GMAT, həm GRE-də. Həm də suallar nisbətən daha fərqli idi. Məsələn, sentence correction hissəsi var idi GMAT-də, amma artıq o yoxdur. Ona görə imtahan daha qısadır. Çətinlik dərəcəsində mən ciddi bir fərqli olduğunu düşünmürəm düzü, amma yaxşı cəhət budur ki, artıq sentence correction yoxdur GMAT-də. Deməli, ümumi olaraq GMAT-də tələbələr imtahan verir. Reading comprehension və critical reasoning. GRE-də isə reading comprehension və vocabulary sualları var. Onların düzdə öz alt qrupları var. Burada sentence equivalent sualları var. Bir də fill in the blank şəklində olan, boşluqları doldurma şəklində olan. Bir də dediyimiz kimi GRE-də seçimlə olan 30 dəqiqəlik bir yazı tapşırığı var. Bəs bu imtahanlardan uğurlu nəticə əldə etmək üçün neçə ay hazırlaşmaq lazımdır? Bizim Akademistlarda təklif elədiyimiz proqram ümumən 3 ay müddətindədir. Amma tələbələr nəzərə almalıdırlar ki, burada onların minimum səviyyəsi, arzu olunan səviyyəsi B2, BC1 olsa çox əla olar. Dediyimiz kimi, xüsusilə GRE-də söz bazası vacibdir. Amma B2 səviyyəsində olan bir tələbənin 3 ay ərzində standart proqramla bitirib uğurlu bir nəticə alması mümkündür. Dərslərin müddətinə gəldikdə isə biz həftədə GRE tələbələri üçün 1 saat vocabulary dərsi təşkil edirik. 1 saat yarımlıq reading comprehension dərsi olur. Bundan əlavə olaraq onlar bir də həftəlik 1 saat yarımlıq riyaziyyat dərsinə qoşulurlar. Həmçinin bu dərslərin daha çox nəzəri tərəfidir. Bir dəfə də onların Nicat müəllimlə qoşulduqları praktiki, yəni praqmatik riyaziyyat dərsi var. Bir də həftədə 1 saatlıq əlavə elədiyimiz praktiki verbal hissə var. Biz burada yalnızca praktika eləyirik. Əslində tələbələrlə, GRE və GMAT tələbələri ilə davamlı nəzəriyyə üzərində işləmək mən doğru deyil deyə düşünürəm. Ona görə bu dərslər çox vacibdir. Çünki onların təkcə imtahanda belə edin demək bəs eləmir. Onlara həm də göstərmək lazımdır konkret olaraq necə eləmək olar. Ona görə mən düşünürəm ki, bizim təklif etdiyimiz bu praktiki dərslər həm GRE, həm GMAT üçün çox vacibdir. Amma 3 aylıq bir proqram kifayət qədər İngiliscə desək comprehensive, belə geniş çaplı və əhatəli bir proqramdır. Yox, əgər tələbələrin vaxtı azdırsa, həmçinin onlara intensiv şəkildə proqram təklif olunur. Bu vaxtı onların dərs proqramı 6 həftəlikdir. İstəsələr 2 aylıq da qoşula bilərlər. Bu şəkildə daha tez bitirə bilərlər proqramı. GMAT və GRE-yin o bayaq dediyiniz dərin və mənalı suallarını cavablamaq üçün tələbələrin yararlana biləcəyi faydalı resurslar və platformalar, məsləhət görə biləcəyiniz. Ümumən ümumi istifadə etdiyimiz 2 veb-sayt var. GRE Club və GMAT Club. Bu hər ikisi sayt fərqli, hər iki imtahan üçün ayrı-ayrı nəzərdə tutulub. Orada illərlə istifadə olunmuş test materialları var və müəyyən imtahana düşmüş passage'lar var, tekstlər, həm critical reasoning sualları. Çox ideal olmasa çox yaxşı bir saytdır mən deyərdim. Bütün hazırlaşan tələbələrə məncə birinci müraciət edəcəyi mənbələrdir, ünvanlardır bu saytlar. Bundan əlavə olaraq tələbələrin ümumi ingilis dili bacarıqlarını yerindədirsə, B2, C1 səviyyədədirsə, əlavə olaraq Məquş platformunun təklif elədiyi müəyyən söz bazası ilə bağlı bir list var. Orada onlar praktik eləyə bilərlər həmin sözləri. Çünki xüsusilə GRE tələbələri üçün dediyimiz kimi təxminən 500-700 arası minimum tələbə olunan bir söz bazası var və bu ümumi ingiliscəsi yerində olan, hətta ana dil ingiliscə olan belə insanlar üçün müəyyən qədər tanış olmayan sözlərdir. Normaldır belə olması. Xüsusilə ilk həftələrdə olan tələbələr bizə deyirlər ki, sözlər mənə çox çətin gəldi, mən ingiliscə təhsil alıram, niyə belədir, bu sözlər heç vaxt görmədiyim sözlərdir. Belə olması normaldır. Bu sözlər istifadə olunur çox yüksək səviyyəli elmi araşdırmalarda və birbaşa olaraq qeyri-bədii ədəbiyyatda istifadə olunan kompleks vocabularydir, sözlərdir və düzü gündəlik həyatda bu sözləri istifadə etmirik. Normaldır belə olması, əslində digər dillərdə də belədir. Ona görə tələbələr bu sahədə biraz çətinlik çəkirlər. Amma mən deyərdim ki, bunun üçün kifayət qədər
mənbələr var. Müəyyən bir kitablar da var, ETS-in və Barron's-ın. Kitabların düzü dəhşətli dərəcədə öz başına kifayət eləyəcəyini düşünmürəm. Ona görə maksimum dərəcədə fərqli mənbələrdən istifadə etmək lazımdır ki, tələbə hər tərəfli şəkildə imtahana hazır ola bilsin. Bizim isə tələbələrə təklif elədiyimiz həftəlik homeworklərdə olan sözlərdir. Təxminən 70, 100, bəzən 120, 150 sözə kimi ola bilər və biz sözləri tələbələrə qruplaşdırılmış şəkildə veririk. Yəni qarışıq şəkildə deyil də. Burada müəyyən metodlar var təbii ki. Məsələn, bəzən sözləri sinonim şəkildə öyrənmək daha rahat olur cəri üçün. Çünki elə sözlər var ki, onlar bir-birinə çox yaxın mənadadırlar, amma müəyyən incə fərqliliklər var. Onları birlikdə öyrənərək fərqliliklərinə də diqqət etmək vacib ola bilər. Bəzən əks mənalı sözləri birlikdə öyrənmək daha yaxşı, effektiv olar deyə düşünürəm. Amma GRE Club, GMAT Club və Khan Academy-də müəyyən qədər kömək ola bilər və hətta Google onlar GRE Essential Words deyə yazıb araşdırsalar, təxminən 500-450 sözlük veb saytları var. Onlar siyah şəklində sözləri veriblər. O sözləri referans olaraq istifadə edə bilərlər hazırlıq üçün. Aha. Bu mövzuyla əlaqəli son olaraq bu imtahanları uğurla verən tələbələr hansı ki zamanında bu səhvləri ediblər, onlar hansı səhvlərdir? Yəni yeni hazırlaşmağa başlayan tələbələr üçün bu səhvləri etməməlidirlər. Kimi məsləhətlərinizə bizim ehtiyacımız var? Birincisi biraz homeworklara laqeyd yanaşmaqdır. Çünki tələbələr bəzən düşünürlər ki, məsəl üçün biz 30 passage nəzərdə tuturuz həftəlik, 10 dənə eləmək bəs eləyər. Təbii ki, vaxtı az olan tələbələr üçün bu müəyyən qədər başa düşüləndir. Mən anlayıram onları. Çünki GRE və GMAT-da iştirak edən tələbələrin böyük qismi çalışırlar və full time işləyirlər. Onları başa düşürəm. Amma maksimum dərəcədə çox praktik eləmək lazımdır. Çünki verbal hissədə digər dillərlə bağlı olan hissə kimi davamlı şəkildə beyinə ümumi metaforda desək, gimnastika tələb eləyir. Yəni davamlı şəkildə həmin o skillləri tətbiq eləmək lazımdır ki, tələbə fərqli cür vəziyyətlərlə tanış ola bilsin. Həmçinin onu da vurğulayaq ki, GRE və GMAT imtahanlarında fərqli sahələr üzrə tekstlər, pasajlar olur. Həm humanitar, həm sosial sahələrdən, həm biznes sahəsindən, həm də science, yəni təbiət elmləri, xüsusilə biologiya, bəzən fizika, kimya sahəsindən, coğrafiya sahəsindən olan tekstlər olur. Düzdür, bu tekstlərdə onlar nəzərə alırlar ki, bu sahə tələbənin birbaşa sahəsi olmaya bilər. Ona görə mövzuya müəyyən bir tanışlıq verilir istənilən adam. Nəzəriyyə olsun, iddia olsun və s. Bu cəhətdən narahat olmaya ehtiyac yoxdur. Amma mən tələbələrə məsləhət görərdim ki, onlar həmin bu müxtəlif sahələr, həm təbiət elmləri, həm humanitar, həm sosial, həm də biznes sahəsindən söz bazalarını mütləq dərəcədə yaxşı paralel şəkildə inkişaf etdirsinlər ki, çətinlik yaşamasınlar. Bundan əlavə olaraq da xüsusilə GRE tələbələri vokabulary suallarını göz ardı etməsinlər. Yəni söz bazalarını müəyyən bir səviyyə var ki, o səviyyəyə çatdırmaq lazımdır. Biz çalışırıq bu 12 həftədə onlara təlqin edək ki, bu sözləri maksimum dərəcədə öyrənsinlər. Təxminən bayaq dediyimiz kimi 500-700 arzu olunan şəkildə 1000 sözə qədər öyrənmək lazımdır. Amma nəzərə alsınlar ki, istənilən halda bilməyəcəkləri sözlər olacaq. Bu çox normaldır. Çünki hal-hazırda ingiliscədə aktiv olaraq 500 minə yaxın söz var və bu sözləri kiminsə tam olaraq öyrənməyi mümkün deyil. Sadəcə GMAT və GRE-nin müəyyən bir skopu var, yəni bir baxış bucağı var və həmin homeworklərdə də və onlayn resurslarda da həmin mövzulara aid sözlər əhatə olunur. Sahələrə gəldikdə isə GMAT təbii ki, MBA sahəsinə uyğun bir imtahan olduğu üçün orada imtahanda onların business passage, yəni business administrasiya sahəsinə uyğun bir passage görmə ehtimalı çox yüksəkdir. Həmçinin təbiət elmləri və sosial humanitar sahələrə aid də tekstlər görə bilərlər. GRE-də isə daha çox fokus humanitar və sosial elmlərə olduğuna görə orada business administrasiyası ilə bağlı tekstin olma ehtimalı olsa da nisbətən daha aşağıdır. Mən deyərdim son illər imtahanda gördüyümüz tekstlər müasir tendensiyaya uyğun olaraq feminizm, qadınların cəmiyyətdəki rolu və tarixdəki kolonial dövrdə xüsusilə qadınların rolu və irqçiliklə bağlı passajlar imtahana çox düşür və bu sahə ilə bağlı söz bazasını gücləndirməyə ehtiyac var. Critical reasoning hissəsinə gəldikdə isə bu xüsusilə GMAT tələbələri üçün çoxlu praktik etmək lazımdır. Orada sual növü biraz çoxdur, ondan çox sual növü var. Əslində məntiq eynidir, sadəcə bəzi suallar tekstin zəiflədilməyini, bəziləri gücləndirməyini, bəzən paradoksun göstərilməyini, bəzən verilən arqumentdəki qüsurun göstərilməyini. Əslində çox maraqlı suallardır. Bu fərqliliklərə görə çox diverse bir yanaşma var. Ona görə onları bir-birindən ayrı-ayrı praktika etdikcə fərqli bir yanaşma görəcəklər və bunları yadda saxlamaq lazımdır ki, bu tip sual olsa nə tip bir cavab ola bilər.
Əla, mən düşünürəm ki, bunların hər biri bizi izləyənlər üçün çox dəyərli məlumatlardır. Son olaraq sizdən Akademistart Təhsil Mərkəzinin bugünkü mövzumuzla əlaqəli bizə verdiyi xidmətlər barədə məlumat verəsiniz. Biz Akademistlarda həm cari, həm cəmaət tələbələri üçün dərslər təşkil eləyirik. Bayaq dediyim kimi, həftədə 1 saat vokabulary dərsi cari tələbələr üçün təşkil olunur, 1 saat yarım onlar reading dərsinə qoşulurlar və bir də verbal essay üçün biz əlavə 1 saatlıq praktika dərsi eləyirik. Əslində bu çox vacibdir. Cəmaət tələbələri üçün də ümumi struktur bənzərdir, amma cəmaət bölməsində vokabulary sualları olmadığına görə onların o dərsdə iştirak etməklərinə ehtiyac yoxdur. Riyaziyyat üçün də dediyimiz kimi standart bir dəfə həftədə onların dərsləri olur. Nəzəri isə bir dərsdə Nicat müəllimlə onların olan praktika dərsidir. Düşünürəm ki, praktika dərsləri xüsusilə vurğulanmalıdır, çünki tələbələr xüsusilə bizim orta məktəb proqramını, universitetlərdə olan akademik yanaşmanı nəzərə alsaq, xüsusilə critical hissədə mən deyərdim ki, onlar çətinlik çəkirlər. Bəzən tələbələr məndən soruşurlar ki, mən IELTS-da çox yaxşı nəticə göstərmiş, 8 və ya 8.5, amma GRE və cəmaət olsun, çətinlik çəkirəm, mənə qəribə gəlir və yaxud çətin gəlir suallar, niyə belədir? Nəticələrim istədiyim kimi olmur. Xüsusilə ilk başlanğıc həftələrdə görürük bunu. Əslində belə normaldır belə olması. Çünki IELTS və GRE cəmaətin və yaxud TOEFL SAT-nin bir-birindən yanaşması çox fərqlidir əslində. Çünki bayaq dediyimiz kimi IELTS və TOEFL SAT tekstin daha çox nə dediyini və necə dediyini ölçür. Onlar daha çox birbaşa olaraq dillə bağlı imtahanlardılar. GRE və cəmaət isə dildən daha ümumi bir yanaşma sərgiləyir. Tələbələrin həm analitik skillləri, həm critical reasoning skillləri ölçülür imtahanda. Təbii ki, burada zamanı idarə etmə qabiliyyəti də, stres idarə etmə də çox vacibdir. Bir məsələni də vurğulayaq ki, artıq tələbələr həm cari, həm cəmaətdə imtahanı digital formada, yəni kompüter qarşısında verə bilirlər. Bu çox yaxşıdır. İmtahanda istədikləri qədər iştirak edə bilərlər. Bu da yaxşı bir tərəfidir imtahanın, yəni artıq bir limit yoxdur. Əvvəllər biraz fərqli idi struktur, imtahan daha çox çəkirdi və müəyyən bir müddət var idi ki, onlar o müddətdən bir imtahanda iştirak edə bilərdilər. Artıq IELTS kimi onlar da istədikləri vaxt imtahanda iştirak edə bilərlər və imtahandakı sualların çətinliyi artıq fixed bir formadadır, həm cari, həm cəmaətdə. Yəni tələbənin suallara pis və ya yaxşı cavab verməsinə görə digər modul dəyişmir. Həm cari, həm cəmaətdə belədir. Müəyyən standart bir imtahan var. Bunun üçün narahat olmağa artıq dəyməz. Və bizdəki dərslərə qoşulduqları vaxtı onlar bütün bölmələri əhatəli şəkildə onlara tədris olunacaq və maksimum dərəcədə onlarla biz praktika eləyirik, həmçinin homeworklar. Bu arada onu da deyim ki, cari tələbələri üçün əgər ki onlar writing yazı bölməsində iştirak etmək istəyirlərsə, bunun üçün onlar üçün əlavə dərs təyin olunur. Amma bu yenə seçimlədir, çünki bəzi universitetlər writing bölməsini tələb etmirlər və bunun digər hissələrə, yəni verbal hissəyə aidiyyatı yoxdur. Writing çünki ayrı bir scoring sistemi üzərindən qiymətləndirilir. Cəmaətdə isə artıq writing bölməsi bayaq dediyimiz kimi mövcud deyil. Əla, çox təşəkkür edirəm. Belə dəyərli izləyicilər, bütün bu imtahanların hər birində uğurla keçən insanların sayı az deyil və onların hər biri eyni nöqtədən İlk addımı ataraq başlayıblar. Əgər siz də Litvada, Avropada, Amerikada, ümumilikdə beynəlxalq tələbə olmaq istəyib, beynəlxalq imtahanları uğurla keçməyi planlaşdırırsınızsa, ilk addımı elə indi vaxt itirmədən atmalısınız. Hansı imtahanı seçməyinizdən asılı olmayaraq, tək etməniz lazım olan davamlı şəkildə çalışmaq və məqsədinizə fokuslanmaqdır. Unutmayın ki, uğurlu və davamlı qurulan strategiya ilə bütün məqsədlərə tez və doğru şəkildə çatmaq elə də çətin deyil. Mən bir daha təşəkkür etmək istəyirəm Elnur bəy, gəldiyiniz üçün, bu maraqlı təcrübənizi və biliklərinizi çox səmimi şəkildə bizimlə bölüşdüyünüz üçün. Mən də çox təşəkkür edirəm dəvət etdiyiniz üçün. Buradan bütün imtahana hazırlaşan tələbələrə uğurlar arzulayıram. Ümid eləyirəm bu biraz da çətin olsa yolda öz iradələrini maksimum dərəcədə istifadə edərlər və unutmayın ki, həm cari, həm cəmaətdə consistent bir yanaşma, davamlı bir yanaşma mütləqdir və imtahan nə qədər stresli olsa da siz ümumi ev tapşırıqlarını etdiyiniz, materialı nəzərə aldığınız və sözləri öyrəndiyiniz vaxtda bir çətinlik yaşamayacaqsınız. Bizim təcrübəmizdə kifayət qədər tələbələr var. Mənim işlədiyim müddətdə bu 5 il ərzində ondan qabaq da. Mən düşünürəm ki, nə qədər çətin bir imtahan olsa da, əslində tələbələr məsələyə maraqla, həvəslə yanaşdıqları vaxtı bir problem olmur. Sadəcə işin həm də müsbət tərəfi budur ki, bu imtahanlar çətin olsa da həm də maraqlıdırlar. O cəhətdən onlar əgər ki
digər ölkələrdə, xüsusilə qərb ölkələrində magistr və yaxud da doktorantura səviyyəsində təhsil almaq istəyirlərsə, bizə müraciət edə bilərlər. Biz seve-seve onlara kömək edə bilərik, həm cəri, həm cəmiyyət üçün. Təşəkkürlər. Çox sağ olun. Belə, əgər bu mövzu, bu bölüm sizin üçün maraqlı oldusa, əmin ola bilərsiniz ki, növbəti bölümlərimizdə daha maraqlı mövzularla gələcəyik. Bunun üçün sizin etməniz lazım olan tək şey şərhlərdə fikirlərinizi və suallarınızı bizimlə bölüşməyinizdir. Eyni zamanda kanala abunə olub növbəti bölümlərdən tez və vaxtında xəbərdar ola bilərsiniz. Bizi hansı mövzunun gözlədiyini öyrənmək üçün izləmədə qalın. Görüşənədək.